Yeni təhsil islahatı ilə bağlı ictimai müzakirələr aparılacaq. Baş nazir İMEDİ TV-də bəyan edib ki, yalnız ictimai müzakirələrdən sonra hökumət yeni təhsil konsepsiyasını təsdiq edəcək. Baş nazirin sözlərinə görə bütün universitetlərdə keyfiyyət bərabər olmalıdır. Coğrafi konsentrasiya diqqət yetirilib. Çünki onun qeyd etdiyi kimi, bugün paytaxtda tələbələrin 85%-dən çoxu ali təhsil alır. İrakli Qobakidzenin fikrincə, təhsil sisteminin dekonsentrasiyası regionların bərabər sosial-iqtisadi inkişafına da kömək edəcək. Hökumətin vəzifəsi regionlarda universitetlərin infrastrukturunu və resurslarını gücləndirməkdir. İslahatın birinci mərhələsi sistemin yenidən qurulması, kadrlar sisteminin koreksiyasını nəzərdə tutur və bu növbəti tədris ilinə qədər həyata keçiriləcək. İrakli Qobakidze məktəblərdə 12-ci sinif məsələsindən də danışıb. Konstitusiya Məhkəməsi haqqında üzvü qanuna dəyişikliklər artıq təsdiqlənib. Parlament bazar ertəsi Konstitusiya Məhkəməsinə müraciət edəcək. Qanunverici orqan bu təşəbbüsə operativ şəkildə baxıb, konstitusiya prinsiplərini pozan siyasi partiyanın və konkret şəxslərin partiya fəaliyyəti, siyasi vəzifə tutması və səs vermə hüququna qadağan ediləcək. Gürcü Arzusunun qaldırdığı konstitusiya iddiası ümumilikdə 10 partiyanı qadağa ilə hədələyir. Baxmayaraq ki, siyahıya Milli Hərəkatdan başqa kimlər də düşəcək, bu hakim partiyanın Konstitusiya Məhkəməsinə müraciətindən sonra bəlli olacaq. İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə edilən dəyişikliklər bu gündən qüvvəyə minir. Parlament bu dəyişiklikləri dünən 3-cü oxunuşda təsdiqləyib. Qanunvericilik paketinə əsasən etiraz aksiyaları ilə bağlı hüquqi qaydalar daha da sərtləşir. Nümayiş iştirakçısının yolu qanunsuz olaraq bağlanmasına, üzünü maska ilə örtməsinə, özündə göz yaşardıcı qaz və ya zəhərli maddələr saxlamasına, yaxud müvəqqəti tikili yaratmasına görə birinci instansiya 15 sutqayadək müddətdə qanunu pozan miting təşkilatçısıdırsa, 20 sutqayadək müddətdə inzibati həbslə nəticələnir. Müxalifət bu dəyişikliyi avtoritarizmə doğru addım kimi qiymətləndirir və onu konstitusiyaya zidd adlandırır. MSK bəyanat verir və qeyd edir ki, 4 oktyabr seçkiləri üçün Gürcüstanda bütün xarici müşahidəçilərin dəvəti və iştiraki beynəlxalq standartlara əsaslanıb. Onlar siyasi və lobiçilik fəaliyyəti həyata keçirməyiblər. Komissiya Demokratik Seçkilər üzrə Avropa platformasının yaydığı bəyanatı nəzərdən keçirib. Ona əsasən təşkilat Gürcüstanda 4 oktyabr 2025-ci il yerli seçkilərdə iştirak edən bir sıra beynəlxalq müşahidəçiləri saxta müşahidəçi hesab edib. Onların arasında müxtəlif ölkələrdə seçki administrasiyalarının və satıcı təşkilatların nümayəndələri də var. Bu qiymətləndirmə açıq şəkildə təhqiramizdir, əsassızdır və həm Gürcüstanın seçki administrasiyasını, həm də MSK-nın rəsmi dəvəti ilə seçkiləri müşahidə etmiş beynəlxalq müşahidəçiləri gözdən salmaq məqsədi daşıyır. Gürcüstanda 2025-ci ildə keçiriləcək yerli seçkilərdə iştirak etmiş bütün xarici müşahidəçilər seçki qanunvericiliyində müəyyən edilmiş tələblərə uyğun olaraq qeydiyyatdan keçiblər. MSK bu bəyanatı müəlliflərini və Demokratik Seçkilər üzrə Avropa platformasının nümayəndələrini bəyanatlarını əsaslandıraraq mənbələri və sübutları açıq şəkildə izah etməyə çağırır. Texniki Universitetin rektoru vəzifəsini icra edən David Qurgenidze Texniki Universitetə məxsus 22.000 kvadratmetr ərazini və orada yerləşən binaların Giuli Alasanyaya verilməsi ilə bağlı araşdırmaya başlanılmasını tələb edir. O, baş prokurorluğu məhkəməyə verib və sözü gedən əmlakın üzərinə həbs qoyulmasını istəyib. David Qurgenidzenin sözlərinə görə, həm də bu illər ərzində universitetin hansı ziyana düşdüyünü müəyyən etmək lazımdır və bu məbləğ tələbələrə qaytarılmalıdır. Onun sözlərinə görə, ərazinin qanunsuz zəbt edilməsi prosesi artıq bir neçə ildir ki, davam edir və nəhayət 2008-ci ildə rəsmiləşdirilib. Texniki Universitetin rektoru bildirir ki, ərazilər Giuli Alasanyaya verilən zaman bunun müqabilində universitet bir lari də almayıb. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya qarşı mübarizə agentliyi saxta tibbi arayışların hazırlanması və kommersiya rüşvətxorluğuna köməklik faktlarına görə 3 nəfəri həbs edib. İstintaqın məlumatına görə Tbilisi, Kutaisi və Batuminin müxtəlif tibb müəssisələrindən olan həkimlər və onların köməkçiləri konkret məbləğdə pul almaq müqabilində səhhətinin vəziyyəti ilə bağlı saxta tibbi sənədlər hazırlayıb və bu sənədlər əsasında insanlara 50 status veriblər.
3 nəfər kommersiya məqsədi ilə rüşvət alma və saxta rəsmi sənəd hazırlamaqda ittiham olunaraq həbs edilib. Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Samegrelo Zemosvaneti regional prokurorluğu ilə razılaşdırılaraq əməliyyat axtarış tədbirləri həyata keçirib. İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxslər Poti şəhərindəki texniki baxış mərkəzlərindən birində müfəttiş işləyiblər. Pul müqabilində texniki nasazlığı olan avtomobillərə müsbət sənəd veriblər. Cəza 2 ildən 4 ilədək müddətdə azadlıqdan məhrum etməni nəzərdə tutur. Xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, realizəsinə kömək və satış faktlarına görə 47 nəfər saxlanılıb və prokurorluq tərəfindən onlara ittiham irəli sürülüb. Onlardan bəzilərinə barələrində həbs qəti imkan tədbiri artıq seçilib. İstintaq məlumatına əsasən təqsirləndirilən şəxslər müxtəlif növ və miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə edib və saxlayıblar, qiymətləndirərək satışını həyata keçiriblər. Maddi sübut kimi aşağıdakı narkotik vasitələri götürülüb. Heroin, metadon, alfa PVP, suboksin, subotex, metamfetamin, həşiş, tiryək, tetrahidrokanabinol, qurudulmuş marixuana və tərkibində narkotik vasitəsi olan marixuana bitkisi götürülüb. Cəza 20 ilə qədər və ya ömürlük həbsi nəzərdə tutur. Gürcüstan Milli Bankının prezidenti və Maliyyə naziri Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantıları çərçivəsində müzakirələr aparıblar. Səfər zamanı tərəflər Gürcüstan iqtisadiyyatının möhkəm və sabit vəziyyəti, aşağı inflasiya və yüksək iqtisadi artma diqqət yetiriblər. Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüşdə texniki yardım sahəsində gələcək əməkdaşlıq məsələləri və qiymətləndirmə missiyalarının Gürcüstana gələcək səfərləri müzakirə ediblər. Ortaca SES korpusunun tam bərpası başa çatdırılıb və hazırda maneəsiz hərəkət etmək mümkündür. Bərpa işləri çərçivəsində körpünün konstruksiya hissəsi bərpa edilərək əsaslı təmir edilib. Kanalizasiya sistemi də dəyişdirilib. Hava elektrik xətləri, yeraltı kabel kanalları da çəkilib. Yolun hərəkət hissəsi tamamilə yenilənib. Asfalt örtüyü döşənib və nişanlanıb. Körpünün üzərindəki piyada səkilləri təmir edilib.